Bəli, gözəl insan, tam doğru deyirsiniz ki, çox acınacaqlıdır pişiyin evdə saxlanması. Biz dəfələrlə demişik ki, pişiyin mədə, bağırsağında normal həyat sürən, saprofit olan toksoplazmoz mikrobu var. Bugünkü gün şəkəri, diabetləri yaradan, həmin o toksoplazmozdur. Bugünkü gün başımızda kanseri yaradan, həmin o toksoplazmozdur. Bugünkü gün uşaqlarda cinsiyyət orqanının ölçüsünün böyüməsinin, inkişafının qarşısını alan həmin o toksoplazmozdur. Bugünkü gün doğulan DSP uşaqlar həmin o toksoplazmozun nəticəsidir. Bugünkü gün autizm, beyin daxil təzyiq, DSP ilə doğulan, yəni detski serebral paraliz, uşaq paralizi olan xəstələrin, anaların əksəriyyətində həmin o toksoplazmoz var. Anaların hamiləlik vaxtı tonusunun olması həmin o toksoplazmozun əlamətidir. Və buradan deyirik, buradan alırlar. Pişikdə yoxdur. Toksinini vurdurmuşuq, vaksinini vurdurmuşuq, nə bilim nəyini vurdurmuşuq. Niyə başa düşmürsünüz ki, bu mikrob, bu pişiyin bağırsağında normal yaşıyor və ona heç bir ziyanı yoxdur. Pişik nədisə getdi, sidiyə getdi, quyruğunu belə vurdu nədisinə, sidiyinə, sürtür bura. Sən də gedib onu sığallayırsan, gedib bir dənə alma yersən, bir nə istəyirsən, güya ham ağıza öpüşürsünüz pişiklə. Hətta onları görəndə mən şok oluram. Mən sadəcə olaraq bir doktor kimi və sizlərə yazığım gəldiyinə görə deyirəm ki, pişiyə sığaltmaq lazımdır, pişiyə sizin yeməyiniz lazımdır. Bəli, elə bilirsiniz biz pişiyə qarşı düşmənik. Yox, biz də pişiyə yemək veririk. Biz də pişiyə hər hansı bir qidanı veririk. Amma bu o demək deyil ki, mən pişiyi sağlıyorum. Amma deməkdən yorulmuşam. Qərar artıq sizindir. İstəyirsiniz, sığalayın, yuxarı, evinizdə yuxarı baş ucunda saxlayın, ya da istəyirsiniz, dediyim eləyin, vəssalam. Bugünlük bu qədər, xoşça qalın. Kimə də naxoşsa baxmasın bizim videoya.